salam, hər vaxtınız xeyir olsun. Əziz mini futbol həvəskarları, bildiyiniz kimi Mini Futbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədovun sifarişi ilə, Mini Futbol Federasiyasının sifarişi ilə və Lənkəran Futbol Klubunun təşkilatçılığı ilə bugünkü gündə Mini Futbol turniri start götürdü. Hər iki komandaya bunlar Şəhər İcra Hakimiyyətinin komandası qapıda Kənan Qasımzadə, komanda kapitanıdır. Nihat Soğumanov, Nihat Həsənli, Kənan Kamilli, İlqar Rızayev, Əli Əliyev. Və Rabitəban komandası qapısı Anar 42 nömrəli Məhərrəm Səfərli kapitan komandadır. Qasımzadə Şirxan 5 nömrəli. Rəşad Midisli 22 nömrə, Məhəmməd Əliyev 7 nömrə. Xatırladaq ki, hesabı da alışan 7 nömrəli oyuncu Məhəmməd Əliyev. Həsənov Eldar 43 nömrədə və Məhərrəmov Rəşad. Hər iki komandaya bir daha uğurlar arzu edirik. Bəli, Rabitəban komandası yenidən uzun qurmaq istəyir, amma çox aldan çıxır. Futbol həvəskarları da və qeyd etdiyim kimi artıq Lənkəranda Mini Futbol Federasiyasının sifarişi ilə start götürdü və ilk açılış oyunumuzda Şəhər İcra Hakimiyyətinin komandasıdır. Oyunda artıq hesab açılır, 1-0 Rabitəban önlədi və indi Rabitəban təzdən devam edeyim Rabitəbanın xeyrinə. Hələ ki oyundan niyəti döyülür. Rabitəban gerdən. Durmağa cəhd göstərir və hücumu təşkil etdilər. Hayır, az qalmışdı. Şəhər İcra Hakimiyyəti komanda olaraq artıq rakibi özü hücum qurmağa cəhd göstərirsə hücumu da alınır. Gözəl hücum izlədik. Goalkeeper tərəfdən vurulan hücum. Qapçı topu transferlədi. Burada klasik oyunculardan başlamışlar. Evet, top Şəhər İcra Hakimiyyətində qalır. Yeni hücumu qururlar. 4 nəfər, 3 nəfər. Burada son anda növbətçi qaldı. Şəhər İcra Hakimiyyətinin komandası yenə top Rabitəban'da qalır. Heç kim yox. Rabitəban 1-0 öndədir. Hökuməti komandası aldı meydana daxil edib. Uzun oturumda top Rabitəban oyuncularına qalada dövləti Çok güzel kazandı.
salır. Uzun durmağa çalışırlar. Ama çok karşı gecikir. Hücum. Yaxşı zərbəydi, amma müdafiəçilər hücum etmə. Çox qarşı. Hücum davam edir. Takip oynayır. Hücum ötürmə düşünür. Uzun etkileme ama çok karşı. Səhv eləmirəmsə 7-8 vaxtında toplar Sürənin tam dibindən keçir. Bu komandaların dəqiqliyini də demək olar, yəni biraz dəqiqlik olsa oyuncularda bir neçə gol izləyə bilərdik. Amma hələ ki və yenə dəqiq zərbə olmur. Növbəti də zərbə göstərir oyuncu 4 nəfər. Yani 1-0 üstünlüğü hala da devam ediyor. İzrail kimyası oyuncularından Türkmen topu oynadana dahil ediyor. Ve oyunu devam ettirir. Şimdi növbəti hücumu izleyirik. Çok güzel başarı. Müzakirətin daxil etsə ve oyuncu sürüden göre top ona çarp ama olmadı. Növbəti bir hücum durulur. Üç defadan geçir. Hücumların sayı hesabında növbəti hücumlar qalqıb bir neçə dəfə qapını təhlükədir. Növbəti hücum yenə alınmır. Yani oyun getdirir. Daha da hücumları yeni hücum qura bilərlər. Növbəti hücum qurulur. Kapıya da vuran Beyli
Beraber terk edip son anda topu itilip növbəti hücum qurula bilərdi və müdafiəçilər müdafiə topu itirirlər. Təhlükəli uzun izləyə bilərik və hakimin qanarı top yakına. Kalkip yerinde Dikkat edinler. Növbət oldu. Və yenə bugün devam edebilir. Çok Bizlərdə oyunun tempi aşağı düşsə də, amma komandalar müzakirələrini devam etdirirlər. Növbəti hücum qurmağa çalışırlar. Devam edelim.
çata bilmir. İkinci hissə artıq start götürdü. Hakimin fikriyle göre ikinci hissədə komandalar meydanda necə fəsil göstərəcəkdir. Birinci hissə çox gərgin keçdi və hesab 1-0 arxadan ikinci hissədə hansı komanda fərqlənə bilər. Bəli, çox primitiv bir səhər qalmışdır. Səhv olsun ama hakim sadəcə almışdır. Akçından oynayır. Akçı da çok uzun ötürmelerle. Yazda kalır bugün Kenan. Bəli, yenə qəbul edə bilmədi. Və növbəti hücum vura bilər. Təhlükəli hücum ola bilər. Amma icra hakimiyyəti komandasında da. Növbəti hücum qurula bilər, amma çox təəssüf. Hücum davam edir, növbəti bir zərbə, Kənan. Bildiyiniz kimi, mini futbol həvəskarları bu turnirdə 16 komanda iştirak edir və bu gün də açılır. Heç kim xəsər almasın, amma gözəl futbol bizə təqdim eləsinlər. Bəli, belə də olur. Oyuncu İlqar möhkəm yerə düşür. Tərəvcəba indi topu uğurlardan daxil etməyə çalışır və son anda çox deyil. Dəqiq alınır zərbə. Növbəti hücumu izləyə bilərik. Bəli, yenə hücum ötürmə. Arxadan da icra hakimiyyəti 3 nəfər, 2 nəfər. Çox bəli, Kənan son anda dəyişilməsinə imkan vermir. Hücum isə davam edir. Uzaqdan zərbə deyil.
Ama değil zamanlıdır. Ve irade de budur ki hakim olan yerde sen danışmamalısın. Bəli, mən də düzgün qərardır. Hərəm səfərli. Yeni hücumlar kurmağa cəhd göstərirlər. Xeyli dəqiq zərbələr. Dediyim kimi bu yandan oyuna daxil edir və xeyli dəqiq müdafiəçilərin səhəti zərbə bilmir və indi müthiş bir səhət. Top yenə cavabda qalır, müdafiəçilər dəqiq oynayırlar və son anda qapçı müdafiə edir. Anlaşılmamazlıq oldu futbolçular arasında və növbəti uzun out atışı onu yerinə yetirir. Rabitəbank komandası və hücumu da təşkil edir. Xeyli dəqiq götürmə və qapçı vaxtında dəqiq müdafiələr və cərimə zərbəsi. Amma xeyr, bu səfər müdafiəçilərlə oynamalı üstün tutdu və yeni hücum qurmalı. Sadece oyuncuların yine gözlerini anlamak. Növbəti hücumda aldı yerinə yetirəcəklər. Bir-birlik bərabərlik hələ davam edir. Oyuna növbəti oyun yoxdur. Yine kazanırlar, yine itirirler. Mesafeden uzantıklar oldu. İkinci cep. Bravo Biri. Şəhər İzlam müəllim çox gözəl oynayır bax bu oyunda. Kəmal Qasımzadə möhtəşəm qurtarışlarla yadda qalır və oyunu da özü oyuna daxil edəcək. Öyle güzel oyun izleydik. Doğrudan da bugün kaldı. Evet. Kararla oyunu saxlamaq. Növbəti hücumu Rabitəbank kurur və vura bilər qapıya. Primitiv bir şəkildə
sarı verdi. Riskinin 2 sarı verdi ve 2 gol. Şimdi Azərbaycan hücumunu izləyirik və müdafiəçi, bəli, müdafiəçi gol qarşılayan oyuncularını geçir. Növbət hücumu qurulur, şəhər icra duruma düşdülər. Uzaqdan zərbənin 1-2 dəyişir, amma bəli, İsmail Rəhimov isə qapçını tezləşdirməyə çağırır. Növbəti hücum, bəli, ilədi, amma müdafiəçilər imkan vermir. 2-1 şəhər icra hakimiyyəti Rabitə Bank komanda 2-1 üstündür. Rabitə Bank artıq indi oyunu beraberleştirmeye çalışır, hücumlar kurmağa cəhd edir. Uzun bir alt atışı, burada səhvləndir. Növbəti hücum 7 nömrədən uzaqdan zərbə, amma qeyri dəqiq. Belə oyunun tempi demək olar ki, bir qədər başlar sonra artıq hesab təhlükəli hücum ola bilərdi, amma oyunçunun səhvləri. Sabah hücum təşkil edir və heç kim yoxdur. Növbəti hücum orada Rubatla oyuna başlıyorlar. Zaman topu kazanır ve hücumu kurmağa çalışsa da qeyri-dəqiq siyasının sifarişi ilə Lənkəran Futbol Klubunun tehlikeli vəziyyətlər və İlqar Rızayev yerindədir. Vaxtında topa müdaxilə edir və topu dalaşdırır. Əsən, İlqar Rızayev ikinci oyuna çox gözəl təsir bağışlayıb. Dediyim kimi, bəli, Kənan yenidən bu oyunda, demək olar ki, bu oyunda hər iki golkiper var, qapçılar çox gözəl təsir bağışlayırlar. Oyunculardan da İlqar Rızayevin oyunu seçilir bugün. Komanda üçün əlindən gələn edir bu oyunda. Yəni bütün yeni futbol həvəskarları da görürlər. Hətta Şəhər İcra Hakimiyyətinin ilk qolunda bulan məhz İlqar Rızayevdir. Oyuncularını demək olar ki, əzimkar oyun göstərirlər. Olmaya çalışırlar, yenə əks hücum ola bilər, müdafiəçilər yerindədir. Topu dolaşdırırlar.
görüşərik.